80 faiz. Başlayıram 101-dən. 101-ci sual. 100-ə qədər izah eləmişdik. İndi 101-dən başlayıram. Deməli, burada if var. Qaydaya əsasən biz bilməmiz lazımdır ki, bax burada belə bir dənə bizim uzlaşmamız var. Uzlaşmada bilinir ki, ifin qaydasına əsasən ifdən sağda nə olur? İndiki, əvvəldə gələcək ya da indiki. Əvvəldə ya gələcək ya indiki. Əgər ifdən sağda keçmiş olarsa, əvvəldə nə olur? Keçmişdə. Qaydanı görürsünüz. İfdən sağda indiki, əvvəldə nə olur? Ya indiki ya gələcək. İfdən sağda keçmiş, əvvəldə keçmişlər. Bağlayıcının sağında nə gəlməz? Shall, will, have, has, had gəlməz. Bunlar gəlməz. Bunları bilirik. Əgər bağlayıcı əvvəldədirsə, yenə onun olduğu tərəfdə, yenə shall, will, have, has gəlməz. Və bunu yadda saxlayın. 9-ların suallarında ifin konkret qaydası var. İfin olduğu tərəfdə indiki, digər tərəfdə gələcək. İf əvvəldədirsə, indiki, digər tərəfdə gələcək. İf ortadadırsa, əvvəldə gələcək, ifdən sonra indiki. İndi gəlir suala. İfdən sağda gələcək olmaz, gələcək olmaz. İndiki ilə indiki ola bilər. Amma operation sözü təkdir. Itdir. İtlə də begin yox, begins olar. Bunun çıxdığım variantdan. Daha sonra yenə begin yox, begins olar. Count yox, counts olar. İndiki ilə gələcək cavab oldu B variantı. Növbətdə yenə if var. İfin olduğu tərəfdə yenə gələcək, gəlməz. A variantında he üçüncü şəxsin təkidirsə, past yox, passes olmalıydı. İndiki ilə keçmiş olmaz. Keçmişlə gələcək olmaz. Qaldı cavab C variantı. İndiki ilə gələcək. 103-cü sualda deməli, yəni ifin qaydasıdır. İfin olduğu tərəfdə indiki verilir. Digər tərəfdə nə olmalıdır? Gələcək. Gələcək də hardadır? C variantında. İf ortadadır. İfdən sonra indiki gəlibsə, əvvəldən olmalıdır? Gələcək. Gələcək olmalıdır, düzdür. Amma keçmişi çıxdım. Begin, began, began. Bu have-haslə işlənməli. Bu da çıxdı. Our lesson itdir. Shall nə ilə işlənir? I ilə we-də shall işlənir. Yəni birinci şəxslərdə shall işlənir. Ona görə shall da çıxdı. İndi deyə bilərsiniz ki, hər iki tərəfdə indiki də ola bilər də, düzdürmü? Niyə C olmadı? Çünki lesson sözü təkdirsə, itdirsə, beginin sonunda S olmalıydı. Qaldı cavab D variantı. İfin qaydası. İfin digər tərəfinə gələcək verilib. Deməli, ifin olduğu tərəfdə nə olmalıdır? İndiki. İndiki olan variantı axtarmam lazımdır. Want çıxdım, want çıxdım. Burada tomorrow sizi çaşdırmasın. O tomorrow bütün cümləyə aiddir. O tomorrow bütün cümləyə aiddir. Ona görə sizi çaşdırmasın. O tomorrow sizi çaşdırmasın. Ona görə də deməli, ifin olduğu tərəfdə yenə indiki gəlməlidir, digər tərəfdə gələcək. İfin olduğu tərəfdə gələcəkləri çıxdım, keçmişi çıxdım. İt üçüncü şəxsin təkidirsə, do yox, necə olmalı? Does olmalıydı. Qaldı cavab deyil. Yenə 106-cı sualda yenə if var. İfdən bax, A-da indiki ilə keçmiş olmaz. B-də keçmişlə gələcək olmaz. Sonra ifdən sağda gələcək olmaz. Yeni də çıxdı. İndi qaldı C ilə D variantı. Hər ikisinin indikidən gələcəkdir. Deyir ki, Mr. Green təyyarəyə gecikəcək əgər taksi ilə getməsə. Cavab olur C. D niyə olmur? Təyyarəyə gecikəcək əgər taksi ilə getsə. Məna uyğun gəlmir. 107-də ifin qaydasıdır yenə. İfdən sağda yenə gələcək olmur. Keçmişlə indiki olmur. A-nı çıxdım. B-də keçmişlə gələcək olmur. Sonra D-də he üçüncü şəxsin təkidir. Ona görə graduate ya graduates olmalıydı. Qaldı cavab Y variantı. İfin qaydasıdır. İfdən sağda yenə gələcək olmur. İndiki ilə gələcək olar mı? Olar. Bunu saxlayırıq. C-də keçmişlə gələcək olmur. Pulled keçmişdir. Sonra you üçüncü şəxsin cəmi, ikinci şəxsin cəmidir. Puls isə itlə olmalıydı da, ya da ki, he, she itlə olmalıydı. U ilə S olmaz bunun sonunda. Y'də də indiki ilə keçmiş olmaz. Qaldı A variantı. 109-da yəni ifin qaydasıdır. İfin olduğu tərəfdə will olmaz. Düzdürmü? İndiki ilə gələcək olar, saxlayırıq. İndi ilə keçmiş olmaz. Keçmişlə indi olmaz. Keçmişlə indi olmaz. Qaldı A variantı. Yenə ifdir. Yenə ifin qaydasına əsasən. İfdən sağda want olmaz. Want olmaz. Want will not. Sonra she ikinci şəxsin təkidir. She
S olmalıdır C'nin sonunda. Bunu da getdi variantda. Don't indikidir. Həm də she ilə olmazdı da. Düzdürmü? Do yox. Don't yox. Doesn't olmalıydı. Qaldı Y variantı. Bax, bu sualda uşaqlar bir dənə qayda var. Nədir həmin qayda? Bax, belə bir qayda var. Qısa deyim, çünki bunun uzun forması da var. Sinsin qaydasıdır əslində. Sinsin qaydasına əsasən da belə bir dənə düstur var. Sinsin. Bu olanda burada olur keçmiş sadə. Burada olur present perfect. Yəni indiki bitmiş. Ya da indiki bitmişin davam edicisi. İndi last year'ə görə keçmiş sadə olan variant axtarmalıyıq. Since tenə görə də indiki bitmiş axtarmalıyıq. Cavab olur nə variantı? B variantı. 12-ci sualda after var. Bağlayıcı olarak after bağlayıcısı var. Biz bilirik ki, bayaqlarım dediğimiz kimi, bağlayıcılardan sağda nə gəlməzdi? Have gəlməz, will gəlməz. Ona görə ikisini çıxdım. Cavab oldu nə? 1, 2, 3. İndiki ilə gələcək olar, olar. Amma 2-də niyə olmaz? Bax, tələsməmək lazımdır. 1, 2, 3 dedik ya, amma əslində 1, 2, 3 deyil. Çünki 2-də niyə olmur? Completed keçmişdir, join indikidir. Qalır cavab nə? 1 ilə 3. After bağlayıcısı var. After'dan sağda will olmaz, has olmaz. İndiki ilə gələcək olar. Keçmişlə indiki olmaz, keçmişlə keçmiş olar. Cavab oldu nə? 1 ilə 3. Növbəti sualda money puldur. Pul tapar yoxsa tapılar? Deməli, nə olmalıdır? Məchul olmalıdır. Məchul üçün bizə lazımdır to be üstə gəlinsin və 3. Yəni participle to. To be'nin indiki zaman forması nədir? Emizar. Keçmiş zaman forması was were. Gələcək zaman forması shall be, will be. Düzdür? İndi pul kəndlilər tərəfindən tapdı olmur da, tapıldı olur. Ona görə A-nı çıxırıq. Çünki A məhculda olmalıydı. Was were ilə olmalıydı ya da is ilə olmalıydı. Pul təkdir. Təksə are da olmaz. Were da olmaz. Çünki bunlar cəmdir. Is indikidir, qeyb keçmiş. Uzlaşma uyğun gəlmir. Qalır Y variantı. 15-ci sualda after bağlayıcısı var. Bağlayıcının sağında will olmaz, will olmaz, will olmaz. C variantında left, living keçmişidir. Bilirik ki, living keçmişi left, left. Və left nədir? Keçmişdir. Keçmişlə də gələcək olmur. Qaldı cavab A. Yenə when var. When'in sağında gələcək olmaz, bitmiş olmaz. Ənənəvi olaraq qaydamızda bilirik. Deməli, bu ikisinin çıxdığım variantdan. A'da keçmişlə has indiki olmaz. Got keçmişlə has indiki. Uyğunlaşmır. Qaldı cavab nə? 3 ilə 5. Cavab oldu nə? Y variantı. Eyni şəkildə when var. When'in sağında yenə have olmaz. A getdi. Keçmiş came'dir. Have indiki. Uyğun gəlmir. Getdi. 3'də keçmişlə keçmiş. 4'də də indikilə gələcək olar. Cavab oldu nə? 3, 4. 18-ci sualda bizim qayda olarak bildiğimiz bir şey var ki used to diye bir şey var. Used to ardı erdi demektir. Used to'dan sonra ne gelir? Feil gelir. Yani to'suz feil. Yani to özünde var da used to'nun özünde var. Yani to'lu feil daha doğrusu. Mesela belədir qaydamız. Mesela he used to study. Ne demek bu mənası? O oxuyardı. Bunun sağlığını belə veririk. Did he used to study? Ne baş verdi burada? Used'un sonundaki d düştü. İnkarda he didn't use, yine d düştü, to study. Deməli, sual ve inkarda didlə düzəlir ve feil qayıdır use'a. Anladık mı? Şimdi birinci sualda didn'tla used'un d'sı düştü. Düzdür mü? Burada used'un d'sı yoktur. Buna göre uygun gelmir. Cevap C variantıdır. Diğer varyantlarda niye olmur? Göre niye olmuş? Diğer varyantlarda bak fikir verirsinizsə ne olmur? Burada used'un yani to'su yoktur. Hem de gələcəklə keçmiş olmur. Burada da use'un to'su yok. Növbəti sualda deməli ne var burada? Varyantlara bir baxaq.
Mesela B variantında was geçmiştir. Is indiki. C variantında am indikidir. Was geçmiş. Sonra D variantında my sister üçüncü şəxsin təkidirsə interrupt yerine necə olmalıdır? Interrupt s olmalıdır iki zamanda. Sonra Y variantında interrupted keçmişdi ed var sonunda. M indikidir. Uygun gəlmir. Qalır cavab nə variantı? A variantı. Diqqətiniz burada olsun. While'ın qaydası necədir? While'ın qaydası belədir ki, while'ın hər iki tərəfi keçmiş davam edici olmalıdır adətən. Ama keçmiş davam edici də yanaşı, keçmiş sadə də ola bilər. Amma while'dan sağda nə veriləcək adətən? Keçmiş davam edici. Yəni hər iki tərəf keçmiş davam edici olan variant varsa, elə o variantı götürəcək. Xüsusən 9'ların toplusunda hər iki tərəf keçmiş davam edici olan variantlar verir. Hər iki tərəf keçmiş davam edici olmayan variantları çıxıram. Yəni hər iki tərəfdə was were verb ayıncı olmalı. Yəni burada da was were ayıncı olmalıdır. Burada da was were ayıncı olmalıdır. Hər iki tərəfdə was were ayıncı olmalı. Aynı anda were işlənməz, was işlənər, qaldı cavab D. Gəldik bura. Yesterday keçmiş zamandır. Keçmiş olmayanlar zaten çıxdı. Keçmişdə dəqiq vaxt 5 p.m. Keçmişdə dəqiq vaxt they ilə də was olmaz, were olar, qalır cavab B var. They çünki cəmdir. İndi cümləyə diqqət yetirin. Bax, bundan sonraki suallarda tərcümə çoxdur. Tərcümə xarakterli suallar çoxdur. Bax, went keçmişdi, are indiki. Uyğun gəlmədi. Power, nə demək power? Elektrik deməkdir, yəni it. It isə go yox, goes olar. Bax, belə çıxsaq. Went keçmişdi, have indiki, belə də çıxdı. Qaldı B ilə C. Bundan sonra tərcümədir. Deyir ki, we were watching movie while the power suddenly went out. Suddenly nə deməkdir? Birdən anidən. Birdən anidən deyirsə bu davam edici zaman olmaz da, düzdürmü? Onlar sadə zaman. İşıq anidən sönəndə biz nə edirdik? Film izləyirdik. İşığın sönməsi anidir, bizim izləməyimiz davam edicidir. Növbəti sualda uşaqlar burada at that moment'ı at the moment'dan qarışdırırlar. Baxın, at the moment sözü hansı zamanda? İndiki davam edicidir. İndiki davam edici. Ama burada at that moment, at that moment. At that moment ise keçmiş davam edici olar. İndiki olmaz. Hem de lap diye ki onu bilmirsən. Bak he var. He ilə don't yolu necə olmalıdır? Doesn't olardı. Is indikidir, heard keçmiş uyğun gəlmir. Sonra did keçmiş də has indiki uyğun gəlmir. Qalır variant olaraq nə? C və Y variantı. Deyir ki, o həmin vaxt, yəni o vaxtı yatırdı və ona görə də telefonun zəngini eşitmədi. Eşitmədi. Aha. Yəni məna cəhətdən nə olmalıdır? Didn't hear olmalıdır. Çünki nəyə görə? Deyir ki, o vaxtı yatırdı, eşitmədi. O vaxtı yatırdı, ona görə də eşitmədi. Ona görə də eşitdi olmaz da yəni. Gəldik bura, bu suala. While var. While'in hər iki tərəfi keçmiş davam edici olan variant varmı? Var. Cavab oldu C variantı. Yenə while var. Yenə də while'in hər iki tərəfi keçmiş davam edici olmalıdır. Was were verb ayıncı olmalıdır. Cavab oldu nə? Y variantı. Gəldik 26-cı suala. 26-cı sualda yenə while var. While'in hər iki tərəfi keçmiş davam edici olmalıdır. Cavab oldu nə? D variantı. Gəldik when var. Burada da was var. Was varsa keçmişdirsə, demək indikiləri çıxırıq da notice indikidir, are indikidir, çıxdıq variantdan. Tərcümədir bu sual uşaqlar. Deyir ki, biz müəllimi gözləyəndə, yox, daha doğrusu nə deyir orada? Biz fransız dili müəllimini gözləyirdik. Biz görəndə ki, o bizim arxamızda dayanır. Və sualın anormal tərcüməsi var, bəli, amma yəni nə deyir orada? Biz fransız dili müəllimini gözləyirdik, davam edirdi və gördük ki, o bizim arxamızda dayanır. Gözləməmiz davam edirdi, gördük, anidən sezdik, notice. Sezdik ki, o bizim arxamızda dayanır. Yəni tərcümədir burada. Gözləmək davam edirdi, görmək ani oldu və bizim arxamızda dayanırdı. While var. While'in hər iki tərəfi keçmiş davam edici olan variant varsa götürürük. Cavab olur C variantı.
Burada Y niye olmur? Y niye olmur? Mesela orada keçmişdi. Da red keçmişdi. Read, red, red. Üç forması da eynidir yazılışı ama mənası fərqlidir. Niye Y olmur? Deyir ki, o məqalə oxuyurdu, mən şəkil çəkərkən. O məqalə oxudu deməkdir, oxuyurdu, davam edirdi, mən şəkil çəkərkən. Yenə when var. Bax, fikir verin indi burada. When var. So keçmişdir, run indikidir. Run'ın keçmişi ren olmalıdır, aynen olmalıdır. Getdi. Daha sonra C indiki word keçmiş yenə uyğun gəlmir. So keçmiş, are indiki yenə uyğun gəlmir. İndi burada onlar qaçırdılar gözəl bir quş görəndə. Onlar parkda qaçırdılar gözəl bir quş görəndə. Yəni qaçmaq davam edirdi, görmək isə bir anda oldu. Ani olmur, yəni həmişə olmur ki elə bir şey. Yəni onlar gözəl bir quş görəndə parkda qaçırdı. While var yenə. While'in hər iki tərəfi keçmiş davam edici olması lazımdır. D variantıdır. Yenə while var. Hər iki tərəfi keçmiş davam edici olması lazımdır. Bax, keçmiş də indiki olmur. While'dan sağda indiki davam edicidən indiki sadə olmur. İndiki sadə ilə indiki davam edici yenə olmur. İndi burada da he var. He üçüncü şəxsin təkiddirsə, word əvəzində necə olmalıdır? Was qaldı cavab A. 32-ci sualda yenə while var. Hər iki tərəf keçmiş davam edici olan variant varmı? Var. Cavab oldu Y. Hər iki tərəf was, verb ayıncı olan variant axtaracaq. Yenə while var. Hər iki tərəf keçmiş davam edici ilə C-də var. Digər variantlara baxmağa ehtiyac yoxdur. Diqqətli olaq. While'in qaydası. Hər iki tərəf keçmiş davam edici olan variant olmalıdır. Cavab oldu D variantı. When var. Bax, indi burada artıq tərcümə var. Tərcümə olmayan variantı nisbətən çıxa bilərsən. Məsələn, A-da indikilə keçmiş gəlib çıxarsan. B-də keçmiş, died keçmişdir, have indiki çıxarsan. Geri qalanlarda tərcümə olacaq. Nə deyir cümlədə? Deyir ki, mən dostumla danışırdım, telefon öləndə, yəni telefon zaryatkası öləndə. Mən danışmam davam edirdi, telefon söndü bir anda. Kesilmiş. Biri devam edici, biri kesilmiş. Biri davam edici, biri keçmiş sadə. Yəni C niyə olmur? Yəni mən dostumla danışanda telefonun zaryatkası ölürdü, yox olmur da bir anda. Telefonun zaryatkası öləndə mən dostumla danışırdım. Danışmam davam edirdi, telefonun zaryatkası öldü bir anda. Yenə when var. W'nin qaydasına əsasən yenə keçmişlə indikini çıxırsan, indikilə keçmişə çıxırsan, keçmişlə yenə indikini çıxırsan. Qalır yenə tərcümə. Onlar hadisəni görəndə avtomobil sürürdülər. Yəni görməkləri ani idi, amma sürməkləri isə davam edici idi. Sonra yenə when var. Yenə keçmişlə indikini çıxarsan variantdan, qalan tərcümədir. Cümlə nə deyir? O televizora baxırdı, anası onu çağıranda. Onun televizora baxmağı davam edirdi, anasının onu çağırmağı isə ani oldu. Vəndən sağda keçmiş sadə, əvvəldə davam edəcək. Məsələn, ani olmur, anası onu çağıranda o televizora baxdı. Baxdı olmur da baxırdı. Yenə when var. Yenə keçmişlə indikini çıxarsan, vəndən sağda gələcək olmaz deyə çıxarsan. Yenə də cümlə nə deyir? Qonaqlar çatanda biz nahar edirdik. Qonaqların çatması ani idi. Biz nahar edirdik, davam edir. Qonaqların çatmağı arrived, bizim nahar etməyimiz davam edəcək. Qonaqlar çatırdı, biz nahar edirdik olmadı. Çatanda ani, biz nahar edirdik. While var yenə. While'in hər iki tərəfi keçmiş davam edici olmalıdır. Qaldı cavab Y var. Benim orada C oldu. Burada mı? Hayır. While'in hər iki tərəfi keçmiş davam edici olmalıdır. Biz dərs oxuyarkən onlar futbol oynayırdılar. Biz dərs oxuyurduq, onlara futbol oynayırdı. İkisi də davam edir. Yəni while'in hər iki tərəfi keçmiş davam edici olur da. Sadə ola bilər, amma hansı halda? Ani baş verən hadisələrdə. Burada ani baş verən hadisə deyil, ona görə. 40-cı sualda nə deyir cümlədə, indi fikir verin. Yenə burada tərcümə var. Deyir ki, işıqlar gedəndə nə edirdi? O kitab oxuyurdu. İşıqların getməyi anidir, amma onun kitab oxumağı davam edicidir. C variantı. Yenə burada when var. When'in sağında gələcək olmaz. Sonra mam üçüncü şəxsin təkidsə wake your wakes olardı. Wake your wakes olardı. Məsələn, aynen D qalır mən.
Qrammatik baxımdan baxanda. Cümləyə deyir ki, o yatırdı, anası onu oyadanda. Anası oyadanda yatırdı. Anasını oyatmağı ani idi, amma yatmaq davam edir. Yəni, ona görə olur deyil. A-da isə belə bir şey çıxır ki, o həmişə yatır, anası oyadanda. Gəldik bura. Yesterday hansı zamandır? Keçmiş. Keçmiş olan variantlara baxsaq, yəni keçmişdə dəqiq vaxt, keçmiş davam edicidir də. Məsələn, yesterday keçmiş sadədir, amma keçmişdə dəqiq vaxt at 2 o'clock olanda keçmiş davam edici olur. We ilə də was olmaz, were olar. Keçmiş olan variant Mustafa bir dənə verdi. Yenə when var. When'in sağında yenə gələcək gəlməz. Keçmişlə gələcək olmaz. Calls indiki did keçmiş olmaz. Cold keçmiş am indiki olmaz. Qaldı C variant. Yenə when var. Yenə də tərcümədir. Nə deyir orada? Yağış başlayanda onlar üzürdülər. Yağışın başlaması ani idi. Onların üzməsi isə davam edicidir. Yəni tərcümədir yəni. Yenə while var. While'da indi fikir verin. Qayda necə idi while'da? Ya hər iki tərəf keçmiş davam edici, ya da keçmiş davam edicidən keçmiş sadə. İndi hər iki tərəf keçmiş davam edici yoxdur usta variantda. Amma keçmiş davam edicidən keçmiş sadə var. Niyə burada so davam edicidə işlənmir? Çünki so feili elə feildir ki, davam edici zamanda işlənməyən feillərdən biri idi. Bəzi feillər var idi. Like, love, dislike, hate, see. Bu feillər davam edici zamanda işlənmir. Davam edicidə işlənməyən feillərdən biri də see idi. See davam edici zamanda işlənməyən feildirsə, onda davam edici zaman əvəzinə də işlənəcək sadədə. Nə deyir orada? Onlar məktəbə gedərkən göy qurşağını gördülər. Məktəbə getmək davam edirdi, göy qurşağını görmək isə anidir. Next month, gələcək zamandır. Olur nə? Are going to. Uşaqlar, is are going to hansı zamandır? Yox. Is are going to uşaqlar planlaşdırılmış gələcək zamandır. Planlaşdırılmış gələcək zaman. Planned future deyirik biz buna. Planlaşdırılmış gələcək zaman is are going to ilə düzəlir. Is are going to bərabərdir shall-ə ilə. Is are going to nəyə bərabərdir? Shall ilə. Planlaşdırılmış gələcək zaman. Is are going to dedik ki, nəyə bərabərdir? Shall will. Acaq əcək. Burada I am, you are, he, she, it is, we, you, they, yenə olur nə? Are. Qulaq az. Düz otur. Hə. Deməli, is are going to bərabər nəyə dedik? Shall will'ə. Bax, məsələn, deyir ki, the sky is cloudy. Nə demək mənası? Səma buludludur. Yağış yağacaq. It's going to rain. Yağış yağacaq. Bu, Amerikan İngilizcəsində gonna var. I gonna help you. I am going to help you. Yəni deməkdir əslində. O deyilişdə gonna deyilir. Amma əslində nədir o? Going to'dur əslində. Deməli, planlaşdırılmış gələcəklə normal gələcəyin əslində fərqi varmı? Var. Amma sizə lazım deyil fərqi. Fərqi nədir? Planlaşdırılmış gələcək burada niyə is are going to işləndi? Shall will işlənmədi? Çünki deyirəm ki, məsələn, səma buludludur, yağış yağacaq. Əvvəlcədən bilirsən yağacaq. Ona görə olur nə? Is are going. Məsələn, biri gəlir sənə deyir ki, gəl gedək bu günlə axşam futbol oynayaq. Sən deyirsən ki, hə, yaxşı gələcəm. Dediyin anda gələcəm deyirsənsə olur shall will. Amma desən ki, yox, mən axşam dərs oxuyacağam, əvvəlcədən planlaşdırıbsan, olur nə? Is are going. Mən dərsdən sonra nənəm göyə gedəcəm. Planlaşdırıbsan da bunu əvvəlcədən. Olur nə? Is are going. Shall will isə əvvəlcədən planlaşdırılmayandadır. Amma sizə testdə onun fərqi yoxdur onsuz da. Is are going-un sizə testdə nəyə bərabərdir? Shall will-ə bərabərdir şəklində bilsəniz kifayət edir. Gəlirik suala. Sualda indi burada next month olduğuna görə gələcək zaman olur nə? Are going to. Növbəti soon gələcək zamanda olur nə? Is going to. Yəni burada next month gələcək zamandırsa are going to. Tonight, bu gecə. Bu gecə uşaqlar gələcək zamandır. Bu gecə. Niyə? Çünki gün elə bir ki, başlayır səhərdən, səhər gün orta axşam. Bu gecə deyirsənsə, bu günə aid olan günün sonudur da. Ona görə nə olmalıdır? O gələcək zaman. Məsələn, bu ayın sonu hansı zaman olar? Bu ayın sonu hansı zaman olar uşaqlar? Gələcək zaman olar. Çünki bu ayın əvvəli hansı zaman olar? Keçmiş. Çünki bu ayın əvvəli deyirsənsə, ay əvvəldən başlayır da, onu gələcəkdə işlədə bilməzsən məntiq. Əgər ayın əvvəlindəsənsə, indi deyərsən də, düzdürmü? Demək ki, ayın əvvəlində deyilsən ki, sən ayın əvvəli deyirsən. Ayın ortası desən, hə, o gələcək də ola bilər, keçmiş də ola bilər. Deyək ki, ayın əvvəlindəsən, sənə nəzərən
Ayın ortası gələcəkdir. Ayın axırındasan, sənin nəzərin ayın ortası nədir? Keçmişdir. İkisi də ola bilər. Amma ayın axırı həmişə nə olar? Gələcək olar. Çünki ayın axırı həmişə gələcək. Niyə olar? Sən ayın axırındasansa əgər, deyərsən indi. Ayın axırından o tərəfə yoxdur da. Ona görə o gələcək. Biraz məntiq tələb edir. Yəni tonight nədir? Gələcək. Next week gələcək. Gələcək nə olur? Is going to. In an hour. In an hour uşaqlar əslində gələcək zamandır. Baxın, indən sonra müddət gələndə hansı zaman olur bu? Gələcək olur. Məsələn deyirik ki, məsələn, in 2 days. In 2 days nə deməkdir? 2 gün içində deyirik, 2 gün sonra. In 5 weeks. 5 həftə içərisində, 5 həftə müddətində. Bunlar hansı zamanda işlənəcək? Gələcək zamanda. İndi variantda gələcək yox. Nəyə onda deyəcəksiniz? Uşaqlar, indiki davam is meeting hansı zamandır? Gələcək deyil. İndiki davam edicidir. Is meeting indiki davam edicidir. Amma burada diqqət edəcəyimiz şey nədir? Bunları əslində bura salmamalıydılar uşaqlar. Amma salıblar. İndiki davam edici zaman yaxın gələcəkdə baş verən hadisələri göstərmək üçün də istifadə oluna bilir. Məsələn, Azərbaycan dilində biz deyirik, mən bir saata gəlirəm. Gələcəm yerinə gəlirəm deyirik də biz Azərbaycan dilində, düzdürmü? Bir saata gəlirəm ya da bir saat içində gəlirəm. İndi o bir saata dostlarıyla görüşür. Görüşəcək yerinə görüşür də deyir. Yəni, indiki davam edici zamanı bu testlərdə gələcək zaman məzmununda da istifadə ediblər. Məsələn, telefon zəng çalır, deyirsən ki, mən cavab verirəm. Verəcəm yerinə cavab verirəm deyirsən, amma biraz sonra verəcəksən əslində cavabı. Onda verirəm deyirsən, aydın oldu mu? Dərsdən sonra mən filan yerə gedirəm. Gedəcəm yerinə gedirəm deyirik. Biz Azərbaycanda belə deyirik bəzən. Ona görə indiki davam edicini gələcək məzmununda götürüblər. Və burada tomorrow var, gələcəkdir. Was keçmiş, have indiki sadə, had də nədir? Keçmiş. Deməli onda gələcək olan variant yoxdur variantlarda. Onda yerinə nə götürəcək o zaman? İndiki davam edicini götürəcək. Gələcək məzmununda. This Saturday. Bu şənbə. Bu şənbə deyirsə, demək hansı zaman ola bilər o? Gələcək zaman olar da. Bu şənbə gələcək zaman. This'dən sonra zaman anlayışı gələndə adətən gələcək zamanı və yaxud da indiki bitmiş zaman götürür. Tomorrow hansı zamandır? Gələcək. Amma variantda gələcək yox. Yəni, düz eləyiblərmi? Xeyr, düz eləməyiblər. Əslində, burada gələcəyi yazmalıydılar. Niyə belə eləyiblər? Bilmirəm. Orada olmalı nə? Is studying, yəni gələcək yerinə indiki davam edici veriblər. Yəni, burada tomorrow gələcəkdir. Gələcək zaman özü yoxdur variantda. Onda nəyə götürəcək? İndiki davam edici. Bəli, gələcəyə götürməliyik əslində. Soon gələcəkdir. Amma gələcək olduğu üçün nə götürəcək? Is going to cavab oldu yer. Gələcək indi özü var da, is going to gələcək. Sonra on Saturday olduğuna görə, baxın uşaqlar, bir şey deyim sizə. Əgər zaman bildirən sözün qarşısında at, in, on varsa, zaman bildirən sözün qarşısında, burada ancaq sadə zamanlar işlənir. Keçmiş davam edici də işlənə bilər. Yəni, bitmiş zamanlar işlənə bilməz. Yəni, have, has, üstə gəl, V3 işlənə bilməz. Deməli, zaman bildirən sözün qarşısında at, in, on varsa, have, has, V3 işlənməz. Have, has, V3 işlənməsi üçün zaman bildirən sözün qarşısında nə olmalıydı onda? Since olmalıydı. Since üstə gəlinsin nə olmalıdır? Zaman bildirən söz. Deməli, uşaqlar, at, in, on bitmiş zamanda işlənə bilmir. Həmin qaydaya əsasən, on Sunday varsa, deməli, burada bitmiş zaman işlənməz. Həvləri çıxaram. Düzdür? Attend-dəki həmişə baş verən hadisədir. Amma on Sunday deyirsə, yəni ad günü həmişə olan şey deyil axı. Ya gələcəkdə olar, ya keçmişdə olar da məntiqlə. Onda olacaq nə? Gələcək olan variant hansıdır? Emzar qoyundur. Yəni, şənbə günü mən Tony'nin partisində iştirak edəcəm. Tonight. Bu gecə hansı zamandır dedik bayaqlara? Gələcək.
Gələcək zaman amma yoxdur variantda. Niyə götürəcək yerinə? İndiki davam edicini götürəcək gələcək məzmundakı. Next week hansı zamandır? Gələcək. Amma gələcək variantda yoxsa nə götürəcək? İndiki davam edici. Soon gələcəkdir. Var mı variantda? Var. Are going to gələcəkdir də, qalır cavab 1. Next Monday hansı zamandır? Gələcək. Var mı variantda? Yoxdur. Is taking götürəcək. Sonra this evening Bu da gelecek. Bu gece. Bu da gelecek. bu gecə, bu axşam yenə də gələcək olacaq. Ben hemen gidelim. Olacaq nə? B variantı. Axşam. This verdiyinə görə gələcək götürüb əslində. Yəni mübahisə var mı? Mübahisəli şey var burada, var. Sonra next year gələcəkdir. Gələcək olan variant hansıdır? B variantı. Gəlir 64-ə. This weekend. Bu həftə sonu. Bu həftə sonu keçmiş ola bilərmi bu həftə sonu? Yəni bu həftənin içindəsənsə əgər, bu həftə sonu heç vaxt keçmiş ola bilməz də. Düzdürmü? Həftə sonundan o tərəfə həftə tutar. Düzdürmü? Həftə sonundan o tərəfə artıq növbəti həftə olur da artıq. Düzdürmü? Ona görə həftə sonu hansı zaman ola bilər? Gələcək. Cavab olur nə? B variantı. This ilə verilənlər gələcək götürülür adətən. Next month hansı zamandır? Gələcək. Gələcək sansı götürəcək C-ni. Tonight bu gecə hansı zaman olar? Gələcək. Cavab oldu B. Are going to. İndi baxın, indi burada başlayır artıq qəribə suallar, biraz da diyalog formalı suallar. Deyir ki, I am so thirsty. Mən çox susamışam. O bizdə qayıt deyir ki, mən Su içmek için getirdim. I will get you some water. Mən sənə biraz su gətirəcəm. Bu yok da. I am going Bu. I am going to get olardı da. Bu to yoxdur. Will'dən sonra to işlənmir. İndi məsələn bu sualda o bayaqki davam edicilər var idi. Onları versə olardı. Onlar bura uyğun gəlir. Məsələn deyirəm ki, susamışam. O deyir ki, gedirəm su gətirib gəlirəm. Gedib su gətirirəm. İndi gətirirəm deyir, amma əslində o gələcəkdə baş verir. Burada deyə bilərdi məsələn davam edicini. Amma bayaqçılarda biraz normal deyildi əslində. Nəysə, burada demək istədiyim odur ki, susamışam deyir. O da deyir ki, nə? O da ona qayda deyir ki, gedib su gətirib gəlirəm. Gətirəcəm daha doğrusu. Burada nə deyir? Mən dəftərimi evdə qoymuşam. O da deyir, narahat olma. I am going to lend olmalı. To yoxdur. I will lend. Verəcəm sənə özümkini. Burada deyir ki, heç çörək yoxdur. O da deyir ki, mən alacam. Will go. Mən gedəcəm və alacam. Niyə will going olmur? Çünki willdən sonra nə gəlməlidir? Məsdər formasında gəlməlidir. ING gəlmir. O deyir, telefon zəng çalır. O nə deyir cavabında? I will answer. I am going to'su yoxdur. I will answer. I answered olmur. Mən cavab verdim olmur. I don't understand this problem. Mən bu problemi başa düşmürəm. O deyir ki, mən sənə kömək edəcəm. Yəni I am going to olmalıydı. Yox. Yağış yağır deyir. O deyir ki, mən çətirimi götürəcəm. Yenə də am going to'su yox. Burada da deyir ki, I need to tell Tony something important. Mən Tony'yə vacib nəsə deməliyəm. I am going to. I will call him now. Mən indi ona zəng edəcəm. İndi burada now var. Adam fikirləşsən ki, now olduğuna görə indiki davam edici olmalıdır. Amma verməyib. Variantda yoxdur. I am calling him now. Əslində bu da olsa olardı. Mən indi zəng edirəm. Məsələn, belə deyə bilərdi. Amma məntiqlə ən uyğun gələn variant nə olur? Mən zəng edəcəm. I don't have enough player for football game. Mən futbol oyunu üçün kifayət qədər oyuncum yoxdur. O deyir ki, mən sənə qoşulacağım. Ola bilərdi. I am going to olardı. Yoxdur. Will join. Cavab olur nə? D variantı. I am feeling cold. Mənə soyuq olur. I am going to close. I will close the window. Mən pəncərəni örtəcəm. Mən qələmimi itirmişəm. O deyir ki, I will find you. I will find one for you. Mən sənə tapacam birini. Mən fikirləşirəm ki, sabah yağış yağacaq. Yəni də tusu yoxdur. Will rain. I am sure. Mən əminəm ki, sən imtahandan keçəcəksən. Will pass. Bu komanda çox güclüdür. Onlar qalib gələcəklər. Will win. Yenə də tərcümə edin.
Sonra in 50 years hansı zamandır bu? Gelecek. Gələcək. İndən sonra müddət gələndə hansı zaman olurdu? Gələcək. Bax, indən sonra bir var ki, in 1995, 1995-ci ildə. Bu keçmiş sadədir. Amma in 2 days, in 5 weeks, in 50 years olanda müddət gəlib. Müddət gəldiyinə görə bu nə olmalı? Gələcək. Gələcək hansıdır? A. Burada are going-un tusu yoxdur. Yet hansı zamanda işlənir uşaqlar? Bitmiş zamanın inkarında. Yet demək harada işlənir? Bitmiş zamanın inkarında. Bax, burada yazaq göstərək sizə. Yet. Deməli, already-lə just nədə işlənir? Təsdiqdə. Already-lə just təsdiqdə işlənir və have-haslə və üçün arasında işlənir. Already-lə just təsdiqdə, have-haslə və üçün arasında buna diqqət yetirin. İndən sonraki suallarda bunlardır. Already-lə just nədə işlənir? Təsdiqdə və harada işlənir? Have-haslə və üçün arasında. Yet isə işləndi sualda və inkarda və cümlənin sonunda. Bax, he has already və yaxud da just finished the work. Already-lə just nədə işləndi? Təsdiqdə. Yet nədə işləndi? Sualda və inkarda. Gəldik suala. Yet bitmişin inkarında. Bitmiş olan və inkar olan A-dır. Növbəti sual. Yet sual və bitmiş. Cavab oldu B. Yet onu nə axtarmalıyam? Have has. Yet onu nə axtarmalıyam? Have has. Yet onu nə axtarmalıyam? Have has. Yet olanda nə axtarmalıyam? Have has. Gördünüz? Nətər sadədir. Növbəti sual. Just'ın yeri haradaydı cümlədə uşaqlar? Just'la already. Have haslə və üçün arasında. Have haslə və üçün arasında. Bir daha qayda baxaq. Have haslə və üçün arasında gördüyümüz kimi var yeri. Həmin qaydaya əsasən just varsa have has olmalıydı. Have has olmalıydı. Have has olmalıydı. Burada da have varsa score'un sonunda necə olmalıydı? Scored ed olmalıydı. Qaldı B variantı. Yəni already have haslə və üçün arasında olmalıydı. Ate, eat, eaten. B3 olmalıydı da. Have haslə eaten olmalıydı. Qaldı B variantı. Yəni have has olmalıydı. Already olduğuna görə. She ilə də have olmaz. Has olar. Qaldı D variantı. Bunların hamısı gələndə soruşacağım sizdən bir-bir. Yəni already varsa have has olmalıydı. D ilə də has olmaz. Olmalıdır have. Qaldı cavab A variantı. Yəni burada already have has olmalıydı. Have has olan variant haradadır? A ilə D-də. Teacher üçüncü şəxsin təkidir. He-dir. He ilə də have olmaz. Has olardı. Qaldı cavab A. Sonra yenə already olduğuna görə have has olmalıydı. V ilə də has olmaz. Have ilə də V3 olmalıydı. Planın da üçüncü forması planetdir. Ona görə D variantı. Gəldik bura. Just nədə işlənirdi? Yenə have has'da işlənirdi. She ilə də have olmaz. Has ilə də finish'in sonunda nə olmalıydı? Üçüncü forması ed olmalıydı. Yenə just varsa have has olmalıydı. Yusif. Have has olmayan variantı çıxırıq. Parents da cəmdir. Yəni Zeydir. Zeyd isə has olmaz. Leave-in də üçüncü forması leave, leave, left, left. Üçüncü forması nədir? Left. Ona görə leave olmaz, left olar, qaldı Y variantı. Have has, just və 3. Elə cavab A düzdür da. O variantlarda baxın, indi B-də məsələn have has yoxdur. Məsələn, C-də have has yoxdur. Y-də have has yoxdur. D-də də hasdir. Has təklə işlən, amma bizimki cəmidir. Yenə have has axtarmalıyıq. Just olduğuna görə. He üçüncü şəxsin təkidir. He ilə have olmaz, has olardı. Düzdürmü? Have nə ilə olur? Cəmlərlə. Bayın üçüncü forması both olur. Ona görə C variantı. Today. Hansı zaman uşaqlar? İndiki bitmiş. Today. This üstəgəl zaman bildirən sözlər indiki bitmişdir. İndiki bitmiş olan variant hansıdır? A ilə D. A ilə də has olmaz. B ilə D deyəsilmi? A ilə D deyəm. B ilə D. A ilə də has olmaz. Have olar. Qalır cavab B variant. Today. İndiki bitmişdir. İndiki bitmiş olmayan variantlara çıxdım. She ilə də have olmaz çıxdım. Write. Necə idi? Write. Wrote. Bizə hansı lazımdır? Bizə bu lazım idi. O da haradadır? Yerdədir. Today.
hansı zamanda indiki bitmiş. İndiki bitmişdirsə have olmalıdır. Have-lə də play'in sonunda ed olmalıydı. Qaldı cavab A. Today hansı zamanda indiki bitmiş. Have has olmalıydı. Teacher üçüncü şəxsin təkidir. Yəni he'dir. He ilə də have olmaz, has olar. Give yenə də nə olar? Given olar. Qaldı cavab nə? A. Today yenə nədir? İndiki bitmiş. Olmayanlar çıxdı. Olmayanlar çıxdı. My dad he'dir. He ilə də have olmaz. Necə olardı? Has olardı. Qaldı. Yet bitmişti. Bitmişti have has olmalıdır. Cevap oldu nədir? Yet bitmiştir. Bitmiş olmayanlar çıxdım. She ilə də təkdir. Have olmaz. Has oldu da pack'in sonunda packed olmalıydı. Qaldı C var. Yet yenə nədir? Bitmiş. Bitmiş olmayanlar çıxdım. D ilə də has olmaz nə olar? Have olar qaldı. Yet nədir? Bitmişdir. Bitmiş olmayanlar çıxdım. V ilə də V cəmdə axı. Has olmaz necə olardı? Have olardı qaldı. Yet bitmişdir. Bitmiş olmayanlar çıxdım. Has'dəki he, she ilə olur. Qalır cavab A var. Deməli, yenə burada just var. Just varsa nə olmalıdır? Have has. Just harda işlənir? B bütün havası. Have, has, Əsas verim. üstə gəl just, üstə gəl verb 3. İndi bu qaydaya əsasən necə olmalıdır indi? Have ilə V3'ü burada veribdir da. Have ilə V3'ün arasında olmalıdır. Have just completed. Növbəti sualda yenə she'dirsə, just varsa have has olmalıdır. Sentdə She ilə də have olmaz, has olar. Qaldı B. Has just sent. V3. Yenə just varsa necə olmalıdır? Have just arrived. Qayda necə idi? Have just üstə gəl V3. Ya da already də deyə bilərdik. Have has da, have has üstə gəl already və yaxud da just üstə gəlsin V3. İndi burada da have-dən sonra just gələn variant hansıdır? Yəni eyni şəkildə my dad üçüncü şəxsin təkidir, yəni he'dir. He ilə nə olmalıdır? Has just V3. Bildinizə niyə olduğunu? Just varsa have has olmalıdır. Have has da justdan əvvəl gəlməlidir. Yəni just varsa have has olmalıdır. Have has da justdan əvvəl gəlməlidir. Have has justdan əvvəl olan variant Z-yə görə has olmaz, have olardı. Qaldı cavab C. Already varsa have has olmalıdır, sonra already olmalıdır. Düzdürmü? Have has already olan variant hardadır? C ilə D-də. Aynı anda has olmaz. Has ancaq he, she ilə olur. Qaldı D. Yenə already varsa necə olmalıdır? Have has'dən sonra already olmalıydı. She ilə də have olmaz, has olar. Qaldı D variant. 13'də yenə have has olmalıydı. My brother da nədir? He'dir. He ilə də have olmaz, has olar. Yenə də already varsa nə olmalıdır? Have has sonra already olmalıdır. Have has sonra already. Have has sonra already olan variant hansıdır? Koçdakı he'dir. He ilə də have olmaz, has olar. Yəni already necə olar? Have already, has already. Have has already olan variant hansıdır? B bir də C. Aynı anda has olmaz, have olar, qaldı B variant. İndi gəldik açıq suallara. Next Saturday hansı zamandır? Gələcək. Gələcəksə will olar. Are going to olar. Düzdürmü? Are playing ilə demişdik ki, bunu da gələcəkdə işlədirlər deyə bunu da götürə bilirik. Cavab olur nə? İndiki sadədir. Gələcək deyil axı. İndiki davam edicini gələcək məzmunda işlədə bilirsən. This weekend. Bu həftə sonu hansıdır? Gələcək. Gələcəksə will'i götürürsən, is going to götürürsən, bir də çarəsiz olaraq is visiting'i götürürsən. Çünki emizar verb ing-ni gələcək zaman məzmunda da işlətmək olur buna görə. Next Friday hansı zamandır? Gələcək. Will have, bir də are having. 1 və 2. Gəldik bura. This summer. Bu yaz. Bu yaz gələcək olar. Gələcək olar. Are traveling olar. Əslində uşaqlar burada 4 də olardı.
Amma götürməyiblər cavab olaraq, arxada cavab olaraq götürməyiblər. Amma əslində 4 də ola bilər. Necə yəni 4 ola bilər? Məsələn, bu yay deyirəm, düzdürmü? Bəlkə mən payızdayam. Hal-hazırda payız fəsli deyək ki, mən deyirəm ki, bu yay, məsəl üçün, mən Almaniyaya getdim. Deyə bilmərəm. Ola bilər də. Bu ilin yayı da, yəni mənasında. Olsun da, bu yay mənə nəzərən keçmişdi axı. Mən indi payızdayam. Demirəm, mən bu yay Qaxa getdim, Balakənə getdim deyirsən də. Getdim deyirsən də, keçmişdə. Düzdürmü? Yaz ayındasan, yaz fəslindəsən daha doğrusu. Yaz fəslində olsan deyərsən ki, bu yay gedəcəm. Yazda nəzərən, yay gələcək də. Amma qışdayam. Keçən yay demirəm ki, bu yay deyirəm də onda. Çünki bu ilin yayıdır da o da. Onda keçmiş də ola bilərdi əslində. Ona görə ki, bu sualda 4 də düzgün variant kimi ola bilir, amma götürməyiblər. This evening, bu axşam gələcək. I am going to olur. I will read və I am reading. Yəni this-lə olanları uşaqlar, this-lə olanları bunlar götürüblər ancaq nədə? This üstə gəlsin zaman anlayışını. Bunlar hamısını da götürüblər gələcəklə. Bunlar götürüblər bunu gələcəklə. Əslində this üstə gəlinsin gələcəyi düzgün yazmalı. Bunlar götürüblər gələcək zamanla. Amma this üstə gəlsin zaman həm də eyni zamanda present perfect ola bilər. Yəni indiki bitmiş. İkisi də ola bilər. Deməli, next summer hansı zamandır? Gələcək. Gələcək will take-dir, are going to take-dir, bir də are taking-dir. Tomorrow yenə gələcək zamandır. I am going to visit, will visit, bir də I am visiting götürsün. Qurtardı bu qədər. İnşallah evdə buna diqqət şəkildə uşaqlar baxın və öyrənin.